Yuxarı hissədə yeni rəf hissəsi var. Rəflər nə deməkdir? Bizim anbarımızda rəflər və bölmələr olur və təbii ki, biz məhsulları ora yerləşdiririk. Misal üçün sistemdə baxırıq ki, bizim 12 ədəd ayaqqabımız var və mən onun ayaqqabının anbarda harda olduğunu bilmək istəyirəmsə, mən bunun üçün fiziki rəflərimin adlarını sistemdə də yaratmalıyam. Rəfin adı, təsviri və rəfin tutumu, yəni neçə ədəd məhsul tutur qeyd edirəm və mənim buna uyğun rəflərim yaranır. Mən məhsulları əlavə edəndə, hər dəfə sistemə məhsul qəbul edəndə o məhsulun anbarın hansı rəfində yerləşdiyini seçə bilirəm və beləliklə də mən artıq məhsul axtaranda məhsulu sistemdə baxıb onun hansı rəfdə olduğunu görürəm. Burada post aktivdir yazır. Bu nə deməkdir? Yəni ki, bu anbar bir mağazadır fiziki olaraq. Bunun üçün bizim buradakı butona basıb həmin mağazanın açıb satış ekranına satışa başlamaq olar. Bunu mən növbəti videolarda göstərəcəm. Redaktə et hissəsi yenə klassik anbarımızı redaktə et səhifəsidir. Anbarın bütün detallarını redaktə edə bilərik. Toplu redaktə. Toplu redaktə nədir? Mən toplu redaktə klik edirəm və açılan səhifədə bu anbarın daxilində olan bütün məhsulların Excel formatda, yəni Excel kimi bir siyahısı açılır və mən buradan istədiyim məlumatı dəyişib redaktə edə bilirəm. Bu çox sayda məhsulu sürətli, tez-tez redaktə etmək üçün nəzərdə tutulub. Buradan bayaq göstərdiyim hissə mağazaya satış hissəsinə, kassaya keçiddir. Burada statistikalarımız var. Basırıq anbarda olan məhsullarımızın sayı, məhsul növü, rəf sayı, anbarın dəyəri və s. məlumatlar. Bunu açıq və ya bağlı saxlaya bilərik. Aşağıda görürük məhsullarımızın sayını, məhsullar sırası axtarış edə bilərik. Məhsulların kartları, rəflərimiz. Burada rəfləri görürük. Həmin rəfdəki məhsul sayı, yəni növ olaraq, ədəd sayı, neçə ədəd var və məhsulun tutumu, doluluq nisbəti. Lazım olsa rəfimizdə redaktə edə bilirik və məlumat hissəsi anbarımız haqqında ümumi texniki məlumatdır.